Salam əziz Cəllabatlılar. Cəllabadın arxa yol istiqamətində Cavad kompüsəsində sizə ev təqdim edəcəyim. Qiymətli endirim var. 54.000 manat deyilir, razılaşma olacaq. Keçəcək evimizlə yaxından tanış olaq. Altı sot üzərinə tikilmiş, 6 daşlı üstü çərçivəli, sanitar qovşaq evin içində də var, həyətdə də var. Birinci nömrə həyəti təqdim edək sanitar qovşaq hamamı. Ümumi evimiz 4 otaqdır, qiymət sonunda deyəcəm. Sanitar qovşaq hamam kiçi bir işdə həyətdə də var və evin daxilində də var. Həyətimizi izləyəcək, ətrafı təqdim edək. Yan hissədən padvala keçid edə bilərik. Evin tikilişi möhkəmdir. Bura bağ hissəsidir. Ətraflı təqdim edək. Və padvalına keçid edirik. Hardasa 1.75, 1.80 rahat şəkildə olar. Tikilişin möhkəmliyin izləyici ətraf təqdim edirik. Əziz izləyicilər, sizə həyətimizi ətraflı video formatda təqdim etdik və keçirik evin daxili hissəsinə. Evin altı daş üstü çərçivədir. Bura bizim koridor, dəhliz hissəmizdir. Girişdə, solda birinci otağımızı təqdim edək. Ağarma işləri görülüb. Abo işləri qalıb. Bura qonaq otağımızdır, salondur. Remontludur və qonaq otağından növbəti yataq otağına keçmək də olur. İstəsəz də qapını bağlaya bilərsiniz, amma belə koridordan, dəhlizdən də keçid etmək olur. İzləyiciyə təqdim edək. Və burada isə mətbəxdir, studiya mətbəx kimi genişdir. Yeməyi hazırladın, əyləşib yeyə bilərsən burada. Burada sanitar qovşaq hamamdır. İkisi bir işlədir. Həyətdə də var, evin daxilində də var. Bura isə ikinci salonda qonaq otağımızı görürsünüz, nə genişdir. İstəsəz növbəti otaqlı hamısı yataq otağı eləyin. Buranı eləyin qonaq otağı. Qış otağı da birinci qonaq otağı saydığımız. Baxın, burada da balaca yataq otağıdır. Bura əvvəl ümumi olub da, bütöv olub. Sonra onu kəsmək eləyiblər, yataq otağını eləyiblər növbəti otaqlar kimi. Ümumi belə video formatda izlədiniz, görüz otaq sayını hesablasaq. Ümumi 4 yataq otağıdır, 1 qonaq otağıdır. Ümumi 5 otaq gedir. Mətbəx, sanitar qovşaq hamam, evin daxilindədir, bir də həyətdədir. Qiymət, son qiymətə yaxın deyəcəm. Razılaşma olacaq, sənədləri qaydasındadır. Zəhmət haqqı həm alan tərəfindən, həm satan tərəfindən alınır. Gizlin gəlib almayın, yaxşı söz deyilmir, həm də haqqınızı kəsmiş olursunuz. Kim istəyərsə 050 629 67 57 evin kommunalları qaydasındadır. Diqqət üçün minnətdarım.